Deməli, birinci sualımız Səyid qardaş, nə üçün cümə günü müsəlmanlara fərz edilir? Yəni, cümə günü nəyə görə məhz cümə günü seçilir? Digər günlər yox. Bismillah və salatu və salamu alə əşrafil ənbiyayı vəl musalin nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthirən əmmə bə'd fəusikum və nəfsi bitəqvəllah və hiyə vasiyyətullahi lil-əvvəlinə vəl-əxirin və ləqəd vassayna-ləzīnə utul kitəbə min qablikum və iyyəkum ən ittəqullah. Ən birinci nəfsimə, sonra sizə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Ona görə öz kəlamında buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirəm. Və suala gəlincə, yəni cümə gününün fərz edilməsinə, ümumən cüməyə aid əhkamlara gəlincə, alimlər bu haqda öz kitablarında, öz müəllifələrində ətraflı qeyd ediblər. Və Peyğəmbər s.ə.v-dən varid olan hədisləri qeyd ediblər və həmin hədislərdə cümənin nə üçün bu ümmətə xas olmasını da Peyğəmbər s.ə.v vurğulayıb və məşhur hədislərdən biri hansı ki, Peyğəmbər s.ə.v-dən nəql olur, gəlir ki, Allah Taala bu günü müsəlmanlar üçün xüsusiləşdirib. Yahudi nəsraniləri onda həmin gündən azdırandan sonra və Yahudi nəsranilər həmin gündə azıblar və Allah Taala bu günü müsəlmanlar üçün seçib. Və onlar da müsəlmanlara bunda tabidir. Yəni cümə günüdür, sonra 6-cı gün Yahudilərin, sonra bazar günü nəsranilərindir. Və həmin hədisdə gəlir ki, Allah Taala həmin gündə Adəmi xəlq edib. Yəni bu günün fəzilətlərindən biri də odur ki, Allah Taala bu gündə Adəmi xəlq edib. Bu gündə cənnətdən Adəm çıxıb yer üzərinə düşüb və bu gündə də qiyamət olacaq. Bu gündə də qiyamət olacaq və həmin hədis bəyan edir ki, Allah Taala cümə gününü müsəlmanlar üçün xüsusiləşdirib. Və başqa bir hədisdə gəlib ki, Peyğəmbər s.ə.v buyurur ki, Allah Taala bu günü müsəlmanlar üçün bayram edib. Bu günü müsəlmanlar üçün bayram edib və bəzi ləfslərdə gəlib ki, bu gün başqa günlərdən daha fəzilətlidir. Başqa günlərdən daha əfsəldir. Yəni həftənin ağasıdır, belə deyək. Necə ki, bəzi rəvayətlərdə gəlib. Yəni həftənin ağası cümə günü. Bəli. Yəni onu demək olar ki, məsələn bu hədislərə əsasən ki, xristianlarda əgər bazar günü bayramdırsa, tətildirsə, Yahudilərdə 6-cı gün üçün, müsəlmanlarda onda cümə günü, yəni tətil kimi, yaxud bayram kimi qeyd etmək. Yəni, bu gün müsəlmanlar üçün bayram günüdür. Yəni hər həftə bayram günüdür. Lakin tətil günü deyil. Yəni bu günü tətil götürmək Peyğəmbər s.ə.v-in sünnəsindən deyil. Yəni demək ki, bu günü tətil edək, heç bir əməl etməmək, işləməmək. Sünnədə belə bir şey yoxdur. Əksinə bu günü belə tətil götürmək bidətdəndir. Yəni mömin üçün bu günü xüsusiləşdirib istirahət günü ayırmaq yaraşmır. Çünki Peyğəmbər s.ə.v belə etməyib və həmçində səhabələri belə etməyib. Əksinə bu gün cümə namazının olduğuna görə müsəlmanlar bu gündə cümə namazında işlərini tərk ediblər. Cümə namazının azanı səsləndikdə işlərini tərk ediblər. Lakin namazdan çıxdıqdan sonra öz işlərlə məşğul olmağa davam ediblər. Necə ki, ayədə gəldiyi kimi, o cümənin vaxtında insanlar dünyanı buraxardılar. Cümədən sonra isə yenidən öz dünya işlərini. Bəli, Allah Taala Cümə surəsində nazil etdiyi kimi cümə namazından səs çağırılan zaman ticarəti atın, Allahın zikrinə tələsin.